Mən o şəhərdə ziyarətdə olmuşam, bu düzdür. Bizim getdiyimiz zəvvarlara da, kişilərə saatlıq siğə təklif olunmuşdu, amma bizimkilər rədd cavabı vermişdilər. Bunu İranda siğə ilə bağlı paylaşdığım videoya bir izləyici rəy olaraq yazıbdı. Demək bu xanım Azərbaycandan İrana ziyarətə gedir. Onlarla birlikdə gedən dindar kişilərə İranda qadınlar 1 saatlıq siğə təklif edirlər və Azərbaycanlı kişilər bu təklifdən imtina edirlər. İndi bu mənzərəni təsəvvür edə bilirsinizmi? Demək ki, Azərbaycandan dindar kişilər sırf dini amalla, ilahi eşqlə İranın Məşəd yaxud Qum şəhərinə ziyarətə gedirlər. Və ziyarətə getdikləri vaxt orada çadıralı İranlı qadınlar bizim Azərbaycanlı kişilərə yaxınlaşıb deyirlər ki, mənimlə 1 saatlıq siğə istəyirsən? Nədir bu? Nəyə bənzətdiniz bunu?